Göyçayda yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyindən məlumat verilib. Bildirilib ki, iyunun 23-ü saat 12:00-da Göyçay rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər Göyçay rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə aparılıb. Onlardan 1961-ci il təvəllüdlü şəxs qadın cinsli ağır kəllə-beyin travması ilə reanimasiya şöbəsinə, 1958-ci il təvəllüdlü şəxs kişi cinsli kəllə-beyin və döyüş qəfəsi travmaları ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 1956-cı il təvəllüdlü şəxsə kişi cinsli zəruri tibbi yardım göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb deyə məlumatda bildirilib. Davud Tarverdiyev, Göyçay.